İnsanlar sənin dediklərini unuda bilərlər, amma onlara necə hiss etdirdiyini əsla unutmazlar. Başqalarına ilham vermək sadəcə gözəl danışmaq deyil, başqa bir insanın daxilində baş verən prosesi dəyişə bilməkdir. Çünki davranış sözlə yox, o sözün yaratdığı mənalar və hisslər vasitəsilə formalaşır. İlham verən insan çətinliyi inkişaf materialına çevirən insandır. Hər bir insanın daxilində istifadə olunmamış potensial var, amma bu potensial çox vaxt qorxu, şübhə və inancların təsiri altında qalır. Motivatorların əsas fərqi ondadır ki, onlar bu örtüyü qaldıra bilirlər, insanın özünə baxışını dəyişirlər. Bəlkə də bir anda dəyişmir, amma bir cümlə, bir fikir, bir yanaşma ilə dəyişir. İlham vermə bacarığı həyatın hər sahəsində və bütün peşələrdə ehtiyac var. Məsələn, liderin əsas işi istiqamət vermək və insanları həmin istiqamətə inandırmaqdır. Churchill çıxışları kollektiv psixologiyanı dəyişdi. Mandela isə qisas yox, sülh mesajları verərək ölkəni parçalanmadan qorudu. Biznesə gəldikdə isə şirkətlər yalnız strategiya ilə yox, vizyonla böyüyürlər. Steve Jobs texnologiyanı duyğularla birləşdirdi. İlham vermək həqiqi müəllimlərin də əsas işidir. Onlar sadəcə məlumat vermirlər, düşünməyi öyrədirlər. Məsələn, Ken Robinson milyonlarla insanın təhsilə baxışını dəyişdi. Psixologiya və koçluğun içindən ilhamlandırmanı çıxsaq, yerdə bir şey qalmaz. Mən şəxsən bu prinsiplərin real təsirini minlərlə insan üzərində müşahidə etmişəm. İncəsənətdə, mediada, idmanda, tibbdə və gündəlik həyatda bu bacarıq misilsiz nəticələr verir. İlham vermə bacarığı ilə bir valideyn uşağın özünə inamını formalaşdırır. Bir menecer işçinin potensialını ortaya çıxardır və dost çətin anda dostuna istiqamət verir. İlham verənin özü də bu prosesin içində dəyişir. O daha çox düşünməyə, daha dəqiq danışmağa və daha məsuliyyətli davranmağa məcbur olur. Çünki artıq onun sözləri sadəcə söz deyil, başqasının qərarlarına təsir edən amildir. Albert Bandura deyir ki, insanlar öyrənməni müşahidə ilə həyata keçirirlər və gördüklərini təkrarlayırlar. Elaine Hetfieldin araşdırmaları təsdiqlədi ki, enerji yoluxucudur. Başqalarının əhvalını dəyişən sənin enerjindir. Yəni, insanlar sənin dediklərini yox, sənin kim olduğunu hiss edirlər. Əgər insan özünə qarşı dürüstdürsə, dəyərlərinə sadiqdirsə və dediyini yaşayırsa, o artıq ilham verir. Bunu istəsə də edir, istəməsə də. Əgər sən də insanlara təsir etmə bacarıqlarını artırmaq istəyirsənsə, NAT vasitəsilə bu çox asandır. İnsanlara dəyişmək üçün güc vermək lazım deyil, onların artıq güclü olduqlarını xatırlatmaq lazımdır. Fikirləriniz çox dəyərlidir.